Salam əziz şagirdlər, bugün mən sabit cəryan qanunları mövzusuna aid düsturların yazılış formasını verəcəm. Yəni bu düsturları əzbərləsəniz, məsələ həllərində çətinlik çəkməyəcəksiniz. Birinci düsturdan başlayaq. Deməli, elektrik hərəkət qüvvəsinin, yəni EHQ-nin düsturu epsilon bərabərdir A kənar, yəni kənar qüvvələrin gördüyü iş bölünsün yükün miqdarı Q. 2. Tam dövrə hissəsi üçün ohm qanunu düsturu I bərabərdir EHQ bölünsün R plus R. Böyük yer xarici müqamətdir, kiçik yer daxili müqamətdir. Üçüncü, uşaqlar deməli redstone uzlarındakı gərginliyin düsturu U bərabərdir I vuraq R yaza bilərik. Artıq əvəzləmə də apara bilərsiniz. I-nin yerinə yuxarıdakı düsturda, bax bu düsturda gətirib yaza bilərsiniz. Onda olacaq düsturumuz nə? U bərabərdir EHQ R bölünsün R plus R. Keçən dördüncü düstura uşaqlar. Dördüncü düsturumuz artıq mənbəyin uclarındakı gərginliyin düsturuydu. Mənbəyin uclarındakı gərginliyin düsturu U bərabərdir EHQ çıxaq, I vuraq, kiçik yer. Sonra buradan EHQ-ni də tapa bilərsiniz. EHQ bərabər, yəni epsilon bərabərdir. Uşaqlar U üstə gələk, I vuraq R. Beşinci düsturumuz uşaqlar qısa qapanma cəryan şiddətinin düsturudur. I qısa qapanma cəryan şiddəti bərabərdir epsilon bölünsün kiçik yerə. Yəni qısa qapanma cəryan şiddəti nə zaman yaranırdı? R sıfıra yaxınlaşdıqda. Sonra keçirik uşaqlar indi 6-cı düsturumuza. Cəryan işin düsturlarını yazacağıq uşaqlar. A bərabərdir. İşin düsturu necə? Q vuraq U-ya. Q-nin əvəzinə nə yaza bilərəm? Q-nin əvəzinə yaza bilərəm I vuraq T. Yazdıq mı? İndi gəlin əvəzləməmizi aparaq. A bərabərdir I U T. Sonra bir dəfə də uşaqlar I-nin yerinə U bölünsün R yazacağım. Onda düsturumuz olacaq A bərabərdir. Deməli U-nun kvadratı bölünsün R vuraq T. Sonra bir dəfə də uşaqlar U-nun yerinə indi isə I vuraq R yazacağım. Onda olacaq düsturumuz A bərabərdir I-nin kvadratı R T. Bu oldu bizim uşaqlar cəryanın işinin düsturları. Və cəryanın işini ölçmək üçün uşaqlar elektrik sayğacı adlanan cihazdan istifadə olunur. Keçəyin uşaqlar gücün düsturlarına. 7. Gücün düsturları uşaqlar. Gücün düsturu P bərabər nəyə? A bölünsün T'yə. A-nın yerinə işin düsturlarını yazdıqda gücün düsturları da alınır uşaqlar. Məsələn, P bərabərdir. A-nın yerinə I, U, T bölünsün T yazıram. T'lər ixtisar getdi, qaldı nə? I vuraq U-ya. Deməli, bir düsturumuz oldu. P bərabərdir. A bölünsün T. İkinci düsturumuz P bərabərdir. I vuraq U. Keçən üçüncü düsturumuza P bərabərdir. İndi A-nın yerinə I-nin kvadratı R, T bölünsün T. T'lər ixtisar getdi, qaldı nə? I-nin kvadratı R. Deməli, üçüncü düsturumuz P bərabərdir. I-nin kvadratı R. Sonra P bərabərdir. Yerinə yazacağım O-nun kvadratı bölünsün R, vuraq T. Bir də aşağıdaydı T. T'lər ixtisar getdi, qaldı nə? O-nun kvadratı bölünsün R. Deməli, dördüncü düsturumuzda olacaq O-nun kvadratı bölünsün R. Keçən 8-ci düsturumuza uşaqlar, deməli, mənbəyin gördüyü tam işi yazacağıq. Tam işin düsturu A bərabərdir, mənbəyin gördüyü tam iş A bərabərdir. I-nin kvadratı açım örtərizə R plus R artıq mənbəyin deməli, daxili müqamətdə nəzər alınır. Vuraq T. Bu oldu bizim deməli, tam işimiz. Hansı işimiz? Tam iş. Sonra bir də var uşaqlar 9-cu faydalı işimiz. A faydalı işimiz. Faydalı işdə isə uşaqlar olacaq I-nin kvadratı R T. Bu da oldu bizim hansı işimiz? Faydalı iş. 10-cu. Keçəyin 10-cuya uşaqlar. Deməli, indi bir də var tam güc, bir də var faydalı güc. Tam gücün düsturları P tam bərabərdir. I vuraq EHQ. Burada artıq əvəzləmə apara bilərik. I-nin yerinə uşaqlar. Bir dəfə deməli öz düsturunu bayaq yazdıq. I bərabərdir. EHQ bölünsün R plus R düsturunu yaza bilərik. Onda olacaq P tam bərabərdir. Düsturumuz necə olacaq? P tam bərabərdir.
bu düsturu yazanda. EHG'nin kvadratı biri burada var, biri de burada. Bölünsün R plus R. Oldu bizim tam gücümüz. Və yaxud da buradan EHG-ni əvəzləyə bilərik. EHG nəyə bərabər olacaq? I aç mötərizə R plus R-ə. Yenə də əvəzləmə aparacağım. P tam bərabərdir. İndi EHG-ni əvəzləyəcəm. EHG-ni əvəzləyəndə olacaq düsturumuz nə? Deməli, i-nin kvadratı aç mötərizə R plus R. Bu oldu bizim uşaqlar. Deməli, tam gücümüzün düsturu. İndi keçən uşaqlar 11 faydalı gücümüzə. Faydalı güc. Faydalı gücdə də uşaqlar P faydalı bərabərdir. I vuraq O düsturundan istifadə edə bilərik. Bir dəfə i-nin yerinə də əvəzləmə apara bilərik. EHG bölünsün R plus R. Onun yerinə isə uşaqlar düsturumuz oldu EHG R bölünsün R plus R yaza bilərik. Plus R. EHG plus R. İndi gəlin əvəzləməmizə aparağın. Onda olacaq P faydalı bərabərdir. Buradan çıxırıq bu düsturumuz. Deməli, i-nin yerinə EHG bölünsün R plus R. Digərin yerinə də epsilon R bölünsün R plus R yazsaq. Onda EHG-nin kvadratı R bölünsün. Aç mötərizə R plus R-in mötərizə kvadratı. Bu da oldu bizim nədir? Faydalı gücümüz. Faydalı gücümüz, tam gücümüz. Əsas baxın uşaqlar bu düsturları, bu ikisini. Bu düsturları ikisini. Biri bu düstur, bir də bu düstur. Yaxşı əzbərləyin. Yaxşı əzbərləyin. Bu düsturlardan istifadə edirik. Biz faydalı iş əmsalının düsturlarını çıxardacağıq. Eyni ilə faydalı işdən də istifadə edə bilərsiniz. Bu düsturlardan da istifadə edə bilərsiniz. 12-ci düstur uşaqlar. Faydalı iş əmsalı fiyə. Eta hərfi ilə işarə olunur. Eta. Vahidsiz kəmiyyətdir. Uşaqlar faizlə ifadə olunur. Eta bərabərdir. P faydalı bölünsün P tam. Vuraq 100%. Faizlə ifadə olunur. Əvəzləmələrimizə aparağın uşaqlar. Bir dəfə deməli P faydalının yerinə I vuraq U yazacağım. P tamın yerinə isə I vuraq EHG yazacağım. Epsilon yazacağım. Gəlin indi əvəzləyək uşaqlar. Eta bərabərdir. Faydalının yerinə I vuraq U. Tamın yerinə I vuraq EHG epsilon. İxtisarlarımıza aparaq. Qaldı nə? U bölünsün EHG. Deməli bizim düsturumuzun biri bax bu oldu. Vuraq 100%dir uşaqlar. Sonra keçən uşaqlar əvəzləməmizin digərinə. P faydalının yerinə EHG-nin kvadratı R bölünsün. Aç mötərizə R plus R-in mötərizə kvadratı. P tamın yerinə isə uşaqlar yazacağım. EHG-nin kvadratı bölünsün R plus R. Və gətirib əvəzləməmizi aparağın. Eta bərabərdir. Biraz aşağıda yazaq ki, uşaqlar zamanı olmasın düstur. Keçən P deməli eta bərabərdir. Faydalının yerinə yazacağım. EHG-nin faydalının yerinə yazaq. Yuxarıdan yazım. Deməli EHG-nin kvadratı R bölünsün R plus R-in mötərizə kvadratı. Sonra bölək. Deməli EHG-nin kvadratı bölünsün R plus R. O da bərabərdir. EHG-nin kvadratı R bölünsün aç mötərizə R plus R-in mötərizə kvadratı vuraq. Tərsinə çevirəcəm uşaqlar artıq. EHG-nin kvadratı aşağı düşəcək. R plus R. Yəni ixtisarlarımıza aparağın uşaqlar. Deməli EHG-nin kvadratları ixtisar getdi. Bunların biri də getdi. R plus R. Sonda nəticəmiz nə qalacaq? Qaldı. R bölünsün R plus R. Deməli faydalı iş əmsalının ikinci düsturu da bax bu oldu uşaqlar. Uşaqlar gəlin düsturlarımızı indi yığcamlaşdırağın. P faydalı bölünsün P tam vuraq 100%. İkinci düsturumuz oldu. U bölünsün deməli EHG vuraq 100%. Üçüncü düsturumuz oldu. R bölünsün R plus R vuraq 100%. Bir düsturumuz da var uşaqlar. Əvəzləmədən çıxır. Gəlin onu çıxardağın kənardan.
Deməli bizim U-nun düsturun yerinə, cərəyan mənbəyinin gərginliyinin düsturun yerinə, O-nun yerinə U bərabərdir. EHQ çıxaq, I vuraq, R düsturunu yaza bilərik. Onda artıq düsturumuz olacaq nə? Bu düsturda əvəzləyəcəm artıq. Eta bərabərdir. U bölünsün epsilon. Burada da əvəzləməni aparanda olacaq nə? Deməli, epsilon çıxaq, I vuraq, R bölünsün epsilon. O da bərabərdir. Kəsiri ayıra bilərik. Gəlin kəsiri ayırağın uşaqlar. Kəsir ayırağın. Kəsiri ayıranda baxın, ayırıram. Epsilon bölünsün epsilon çıxaq. I vuraq, R bölünsün epsilon. O da bərabərdir. Bunlar bizə nəyi verəcək? 1-i verəcək. 1 çıxaq, I vuraq, R bölünsün epsilon. Yəni artıq bizim etanın 3-cü, 4-cü düsturu. 4-cü düsturda 1 çıxaq, I vuraq, R bölünsün epsilon olacaq. 13-cü düsturumuz uşaqlar Joule-Lenz qanunu. Joule-Lenz qanunu. Deməli, artıq bizim ayrılan istilik miqdarımız nədir? Görülən işə bərabərdir. Yəni Q bərabərdir I, U, T yaza bilərik. Q bərabərdir I-nin kvadratı RT və yaxud da Q bərabərdir U-nun kvadratı bölünsün R vuraq T. Bu düsturlar vasitəsilə biz nədir? Ayrılan istilik miqdarını müəyyən edə bilərik.